Beynəlxalq Real Aikido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aikido İdman Klubunun təsisçisi və prezidenti, 5-ci dan qara kəmər ustası Master Fariz Abdullayev bizimlə bərabərdir və Fariz bəyin tələbələri bizimlə bərabərdir. Xoş gördük Fariz bəy, hər vaxtınız xeyir olsun. Çox sağ olun, hər vaxtınız xeyir. Eyni zamanda elə bugün tələbələrim də qatılıbdır bu verilişə. Birinci Q qəhvəyi kəmər sahibi Murad Qurbanlı və üçüncü Q yaşıl kəmər sahibi Nərgiz Nəbizadə də bizləndirlər. Birazdan inşallah söz verəcəm uşaqlara, onların da belə deyim, fikirlərini alaram. Mənə maraqlıdır və bizi izləyənlərə Aikido, gündəlik eşitdiyimiz söz deyil də belə deyə. Hansı idman növüdür, bu idman növündə nələr olunur? Ümumiyyətlə Aikidonun dünyada 50-dən çox istiqaməti var. Bizim təmsil etdiyimiz stil Real Aikido adlanır. Real Aikido, Aikido, Jiu-Jitsu, Judo və bir sıra idman növlərinin hibrid qarışıq sistemidir və özünü müdafiə sistemidir. Bu hansı ki, bu sistemlə 7 ölkə prezidentinin şəxsi can güdənləri hazırlanır. Sırf xüsusi polis dəstələri üçün, hərbçilər üçün özünün xüsusi proqramı var. Uşaqlar üçün ayrıca, böyüklər üçün, yəni yaşlı təbəqə üçün ayrıca xüsusi proqramları var. Necə oldu ki, bu idman növü ilə məşğul olmağa qərar verdiniz? Mənə maraqlıdır. Çünki bilirəm 25 ilə qədər bir təcrübəniz var. Bəli, bəli, artıq 25-ci ildə, artıq 26-cı ilə inşallah keçir ki, bu idmandayam, sırf bu idmandayam. Və bu idmana gəliş səbəbim ondan ibarət oldu ki, uşaqlıqdan ümumiyyətlə mən belə deyək, döyüş xarakterli olmuşam. Yerimdə dayanan olmamışam, həmişə xoşlamışam ki, aktiv həyatım olsun və beləliklə atam mən məsləhət bildi və qohumlarımızdan bir nəfər də dedi ki, belə bir idman növü var, Real Aikido, ondan məşğul olsan daha uğurlu alınar. Nədənsə elə hesab etmişdi və görünür ki, heç də yanılmayıb. Bəli, gəlib bugünkü gün bu yerlərə çıxmışıq. Mənə maraqlıdır, bu idman növünü güləşə bənzətmək olarmı biraz hardasa, yoxsa güləş başqa bir idman növüdür bu? Belə deyim ki, hətta siz nəinki güləşi, kinolara, filmlərə baxdıqda bir çox Aikido elementləri görə bilərsiniz. Aikido dünyası ayrıdır. Güləş dünyası tamam ayrıdır. Yəni siz Real Aikidonu, bəli, Real Aikidonu daha çox həm Aikidoya, Jiu-Jitsuya, biraz bu istiqamətdə olan özünü müdafiə idmanlarına oxşada bilərsiniz. Neçə yaşdan artıq uşaqları qəbul edirsiniz ki, bu idman növü ilə məşğul olsunlar? 4 yaşdan başlayaraq artıq bizdə qəbul var, amma elə olur ki, 3 yaşlı uşaq olur, hansı ki daha belə deyək, tez inkişaf edibdir və 4 yaşlı kimi davranır. Onu yoxlanış etdikdən sonra məşqə götürə bilirik. Yuxarı yaş limiti isə yoxdur. Hətta onu demək istəyərdim ki, hal-hazırda 67 yaşlı, 65 yaşlı xanım və bəy idmançılarımız da var ki, bəli, bizdə hal-hazırda faktiki olaraq məşq edirlər və qeyd edim ki, heç öncələr məşq etməyiblər. Yəni son 3-4 ildir ki, bizdədirlər, bəli, illər boyu. Fariz bəy, bu uşaqlar bu idman növünü, yəni idman növü ilə məşğul olanlar nəyə diqqət etməlidirlər? Bu idman növü ilə məşğul olanlar əsasən ona diqqət etməlidirlər ki, yəni fəlsəfəsi bu idmanın çox böyükdür və bizim Real Aikidonun yaradıcısı Grandmaster Lyubomir Vraçareviçin belə bir sözü var, o yerinə düşür. Real Aikido zəifləri güclü, güclüləri isə alicənab edir. Biz bu fəlsəfə ilə çalışırıq ki, uşaqları böyüdək, eyni zamanda böyüklərə də deyirik. Zəiflər güclü olmağı öyrənir, güclülər isə alicənab olmağı öyrənirlər. Yəni sadəliyə üstünlük veririk, çalışırıq ki, hər yerdə təvəzzökar olaq və ən əsas məsələ də budur. Təvəzzökarlığa belə deyək, önəm veririk, ona fikir verməlidir Real Aikido. Mən istərdim uşaqlarımız mikrofon götürsünlər. Dostum, mikrofon götürərdin, özünü təqdim et və neçə ildir bu idman növü ilə məşğulsan, maraqlıdır və maraq hardan yarandı ki, bax, müraciət etdin və Fariz bəyin yanına gəldin. Mənim adım Murad, mənim 12 yaşım var. Mən 5 ildir ki, Aikido ilə məşğul oluram. Və Aikidoya gedirəm ki, özümü müdafiə eləmək üçün. Mənə anam tövsiyə etdi Aikidoya getmək, mənə də çox xoşuma gəldi. Və biraz əvvəl təqdimat zamanı dediniz, uğurları var, hə? Bəli, uğurları var. Belə ki, artıq 16 yaşı tamam olduqda 1-ci dan qara kəmərə namizədliyi başlayacaq. Hal-hazırda 12 yaşı var və artıq 1-ci Q qəhvəyi kəmərdir. Bundan sonra artıq 1-ci dan qara kəmər səviyyəsi gəlir və əgər davamlı məşq etsə, belə nümunəvi olmağa davam etsə, inşallah ki, 16 yaşda artıq namizədliyi ortaya qoyulacaq. Qızımıza mikrofonu ötürək. Mənim adım Nərgizdir, 11 yaşım var. Mən 2 il Aikido məşğulam. Mən maraqlı idi və mən güclü olmağı istəyirəm. Qızımızın da uğurları var. Bəli, 3-cü Q yaşıl kəmər sahibidir. Bundan sonra artıq göy kəmər, sonra da artıq qəhvəyi kəmər gəlir ki, hansı ki, bugünkü Muradda o kəmər var. Elə bir şəxslər varmı ki, valideynlər uşaqlarını gətirirlər, amma uşaqda o inkişaf gedən vaxtda artıq uşaqlara ayrılır məşqdən?
Bəli, olur. Bilirsiniz, ümumiyyətlə düşüncələr çox müxtəlifdir. Elə insan var ki, uşağını idmana yazdırır, amma bilmir hansı idmana yazdırıbdır. Məsələn, düşünür ki, burada yarış var. Məsələn, amma real aikidoda yarış yoxdur. Elə kateqoriya insanlar da var. Uşaqları qoyurlar bura, 3 il, 5 il sonra, hətta biz deyirik ki, bu qeyri-olimpiya idman növüdür, burada yarış yoxdur, burada kəmər sistemidir, beynəlxalq seminarlar, beynəlxalq festivallar olur, başqa cür istiqamətlərdə. Yəni, burada bir-birini vurub əzmək deyə bir şey yoxdur. Travmadan uzaq qalmağa çalışırıq. Yəni, idman sağlamlıqdır deyəndə ki, nə nəzərdə tutulursa, həmin prinsiplər, məşqlər keçirilir. Əsas özünü müdafiə və özünü inkişafa önəm verilir. Amma elə valideyn var ki, bir də düşünür ki, bəs uşağın niyə medalı yoxdur, niyə yarışa çıxmayıb? Onda biz izah edirik ki, axı siz səhv idmana gəlmişsiniz. Yəni, doğru idmanda olsaydınız, yarışla gedəcəydiniz, amma onda da özünü müdafiə olmayacaqdı. Yəni, hər bir idmanın özünün formatı var. Ona görə də müraciət edəndə gərək Fariz bəy, ölçüb-biçib doğru seçsinlər. qızların da baxıram marağı var bu idman növünə, qız uşaqları. Bəli, mən sizə deyim ki, yəni Azərbaycanda bunu rahatlıqla deyə bilərəm ki, ən çox xanımların olduğu idman təşkilatlarından biri bizik. Həqiqətən də çünki bu seminarlarda, beynəlxalq seminarlarda, hətta açıq hava seminarlarında da bu artıq nəzərə çarpır və bizə həmişə deyirlər ki, burada çox xanım var. Həm uşaqlar, həm böyüklər, hətta dediyim kimi 60-dan yuxarı yaşı olan, belə deyək, xanımlar da bizdə yer almaqdadır. Onda bu idman növünə elə başa düşürük ki, ölkəmizdə maraq var. Yetərli qədər maraq var. Bəli, yetəri qədər maraq var və mən bunu çox fəxrlə deyə bilirəm ki, hər dəfə verilişə çıxdıqca, hər il verilişə çıxdıqca, hər hansı bir verilişlərə çıxdıqca mən bu söz deyə bilirəm ki, ildən ilə maraq artır. Yəni çox şükür ki, bunun əksini demirəm. Yəni həqiqətən də bunu sosial şəbəkələrdən bilmək olur. Sosial şəbəkə hesablarımızı biz YouTube-da, Instagram-da, Facebook-da, hətta TikTok-da belə hər yerdə varıq. Yəni orada artıq olan maraqdan biz görürük ki, vəziyyət nə yerdədir. Mən bilirəm ki, bu sahədə sizin yetəri qədər uğurlarınız var. Mən istərdim federasiyanın uğurları var. Hansı tarixdə və hansı uğurları əldə etmişsiniz? İstərdim bu haqqda biraz məlumat alaq sizdən. Ümumiyyətlə qısa olaraq desəm, yəni çünki çox uğurlar var maşallah. Azərbaycan Real Aikido İdman Klubu İctimai Birliyi 20 iyun 2013-cü il tarixində Ədliyyə Nazirliyində qeydiyyata alınıbdır. Artıq o vaxtdan bəri 12 il keçmiş sayılır və bu 12 ildə biz hardasa mənim statistikamda 2500-ə yaxın idmançıya təlim vermişik və 15 filialımız var, 15 klubumuz var Bakı və Sumqayıt ərazilərində. İnşallah yaxın gələcəkdə regionlara da çıxmağı nəzərdə tuturuq ki, inşallah belə deyək, məşqçi kadrlar olduqda Azərbaycanın bütün bölgələrində də bu idman növü olsun. Bundan başqa bu deməli illər ərzində 11 respublika daxili kəmər imtahanı keçirtmişik və 11 belə deyək, beynəlxalq kəmər imtahanı və beynəlxalq seminar tədbirini həyata keçirmişik ki, bu 12 tədbirin son 8-ində Azərbaycan birinci yerdədir və bu da qürur verici bir hadisədir. Azərbaycan hər bir kateqoriya üzrə 8 ildir ki, birincidir. Həm geyim nizam formasında, həm texnika səviyyəsinin yüksək olması, həm imtahanın keçirilməsində, həm uşaqlarımızın fiziki hazırlığı hər bir sahədə biz birinciyik və demək olar ki, Azərbaycan Real Aikido üzrə Serbiyadan sonra artıq ikinci mərkəzə çevrilir, hətta daha da güclənməyə doğru gedir. Buna özləri də etiraf edirlər. Azərbaycanda bu idman növünün daha geniş yayılmasına görə hər hansı bir fikirləriniz varmı ki, addımlar ataq və daha geniş yayılsın, yoxsa? Bəli, təbii ki var. Biz 2013-cü ildən bəri, rəsmən qeydiyyata alındığımız vaxtdan bəri artıq sosial şəbəkə hesablarımızla da təbliğatlarımızı daim edirik. Siz ən aktiv səhifələrdən biri olaraq bizim səhifəni görə bilərsiniz. Hər gün nəsə bir şey paylaşılır, hər hansı bir story, hər hansı bir post, təlimdən belə deyək, materiallar, bəzən yumoristik mix edib paylaşırıq ki, daha çox diqqət cəlb eləsin və ən əsas məsələ də seminarlarımızdır. Biz seminarlara gedirik, təmənnasız, ödənişsiz ictimai birliklərlə bir yerdə əməkdaşlıq edib seminarlar veririk, dərslər keçirik. Regionlara bəzən gedirik, dəvət alırıq və orada da açıq hava seminarlarında, bəzən də olur qapalı seminarlarda biz ödənişsiz təlimlər keçirik ki, insanlar idman növünü görsün və bu idman növünə daha da maraqları artsın. Odur ki, düşünürəm ki, kifayət qədər iş görürük və eyni zamanda siz də sağ olun, sizin kimi telekanallar da bizi çağırırlar və bu da təbliğatın bir formasıdır, bu da artıq idmana dəstəyin bir formasıdır. Təşəkkürümü bildirirəm, uğurlarınız bol olsun və inanıram ki, bu qısa vaxt deməzdim, 12 il biri ciddi ömrüdür, amma çox da uzun bir vaxtda deyil. Uğurlarınız varsa, 15 yaxın dediniz filiallarımız var. Bu az müddətdə filiallar böyüdü. İnşallah ki, o filialların sayı artsın və növbəti efirlərimizdə daha belə deyim də, çox filiallar və daha çox yeni uşaqlarla gələsiniz. Bu uşaqlaşda da uğurlarımı arzu edirəm. İnşallah ki, elə uğurlar qazanasınız ki, bir gün müəllimsiz siz özünüzü tək dəvət edin və efirdə iştirak edəsiniz. Son olaraq izləyicilərə, bu idman növü ilə məşğul olanlara, valideynlərə hər hansı bir tövsiyələriniz varsa, Allah tövsiyələrinizi. Bəli, əlbəttə. Mən xüsusən nəinki bizim idmanda, mən istəyərdim ümumilikdə bütün valideynlərə, bütün tamaşaçılara səslənim. Hər hansı bir idman növünü seçdikdə, istər
valideyn olsun, istər də ki, idman belə deyim, övladı özü olsun, mütləq şəkildə peşəkar məşqçilərə müraciət eləsinlər. Rəsmi qeydiyyata alınmış klublar, federasiyalarda məşq eləsinlər. Beynəlxalq federasiyası olan, beynəlxalq aləmdə tanınan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən tanınan idmanlarla məşğul olsunlar. Lisenziyası olan məşqçilərdə məşğul olsun. Çünki bu həqiqətən biz idman sahəsində olduğumuz üçün görürük ki, problemdir. Kimisi gedir qıraqda bir klub açır özünə və yaxud da ki, bir zal açır və lisenziyası yoxdursa, bu adam peşəkarlığı yoxdursa, tək sosial şəbəkə üzərindən video paylaşmaqla deyil. Mütləq şəkildə valideynlər, istərsə də tamaşaçılar, hansı ki, bizə hal-hazırda baxırlar, hər hansı bir idman növü, istər real aikido olsun, istər başqa bir idman növü, mütləq şəkildə məşqçini yaxşı-yaxşı araşdırsınlar ki, bu adamın backgroundunda nə var, illərində nə var, hansı nailiyyətləri var, hardan gəlib, hara gedir. Bunu bilsinlər ki, övladlarımız bədbəxt olmasın. Nə gözəl, uğurlarınız bol olsun bir daha və deməli, Fariz bəylə əlaqə saxlamaqdan ötəri danışdığımız ərəfədə efirdə əlaqə nömrə və sosial hesab yayımlanırdı ki, buyurun müraciət edə bilərsiniz. Elə Fariz bəy bugün olan efirimizin son qonağı idi. Mən sizinlə sağollaşıram. İnşallah görüşmək ümidi ilə. Allah'a əmanət olun.